dənə pinqvin tək gedir belə ayrılıqda. Ah, bu çoxdan olan bir şeydir. Bu niyə bu gündəmə düşür? Hədsiz dərəcədə bəzən çox ürəyim sıxılır. Bəzən o qədər çətin gəlir ki, yəni əslində bir tərəfdən çox asandır söhbət eləmək, danışmaq. Amma bir tərəfdən həqiqətən yəni belə otururam və fikirləşirəm ki, mən nə danışacaqdım, neyəcəkdim, hansı mövzuya toxunacaqdım. O qədər yorğunam, o qədər fikirlərim qarışıqdır ki, o qədər içimdə danışdığım cümlələr var ki, hal-hazırda mən video çəkə bilmirəm. Yəni istəyirəm bir cümlə deyim, onu da deyə bilmirəm, ona görə əsəbləşirəm. Yəni bəzən həqiqətən, yəni əslində mən çox deməyim, normal dərəcədə ünsiyyətçil biriyəm. Amma bəzən elə bir əhval-ruhiyyədə oluram ki, heç kimlə danışmaq istəmirəm, heç kimlə ünsiyyətdə olmaq istəmirəm, heç kimi görmək istəmirəm. Yəni inana bilməzdim ki, bir gün mənim də insanlara qarşı belə bir nifrətim oyanar. Yəni mən hədsiz dərəcədə insan deyə belə bir coşan biriydim. Çox coşan biri değildim, amma nisbətən, yəni insanlardan eşitirdim ki, deyirdilər ki, insan görmək istəmirəm, insanlara nifrət edirəm cümləsini istifadə edirdilər və mən düşünürdüm ki, niyə belə düşünürlər? Yəni nəyə görə belə düşünürlər? Heç mi sevdikləri yoxdurmu? Heç mi insan görmək istəmirlərmi? Mən bunu beynimdə fikirləşirdim ki, bu nəyə görə belə düşünür və ta ki mənim başıma gələnə qədər. Yəni əslində bu cümlə o demək deyil ki, yəni onun heç sevdiyi yoxdur, onun sevdiyi bir insanlar yoxdur və ya yəni bu mövzu o deyilmiş. Mövzu sanki o anlıq insanları görməmək imiş. Yəni sanki o an yəni hər şey sussun. Hər şey beynimdəki bütün düşüncələr sussun. Hər şey, bütün insanlar, canlı olan hər şey dayansın. Beynimdəki o danışan səs də bir tərəfdən sussun və heç nə olmasın. Heç nə olmasın. Yəni o anlıq heç bir şey baş verməsin. Heç nə düşünməyəsin, heç nə baş verməsin, heç nə də heçlikdən bir ibarət olsun, yəni hər şey, heç nə. Yəni bu çox mu çətindir deyə soruşsanız, bilmirəm. Onu da bilmirəm. Nəysə, əvvəllər belə qəribə baxırdım və ta ki mən başıma gələnə qədər. Yəni bəzən heç kimi görmək istəmirəm. Heç kimlə danışmaq istəmirəm. Yəni budur. Yəni sanki bir otağa çəkilim və orada heç kim olmasın. Heç kim məndən nəsə soruşmasın. Heç kim mənə yaxınlaşmasın. Mənimlə danışmağa cəhd göstərməsin ki, bəzən o əhval-ruhiyyəyə girəndə və bəzən onu eləyə bilməyəndə. Yəni düşünün, o əhval-ruhiyyədəsən, amma elə ortamdasan ki, insanlar olan ortamdasan və sən onlarla istər-istəməz söhbət eləməlisən, cavab verməlisən, danışmalısan. Bu durumda insanın canı çox sıxılır. Yəni mənim canım çox sıxılır, hədsiz dərəcədə. Çünki yəni mən bu insanla danışmaq istəmirəm, amma məcbur şəraitə görə mən bu insanla kontakt qururam hal-hazırda. O insanla bir ortamdayam. Ortamı burax, danışıram. Yəni danışmalıyam. Həyat məni o yerə gətirdir ki, mən ona cavab verməliyəm. Mən gülümsəməliyəm. Mən onunla xoş davranmalıyam. Yəni o anki zorluluq bir durumu nəzərə alarsak, bunu yaşayıram və evə gəldikdən sonra cidden yəni enerjim sönür də, yəni sovururlar bildiyin. Yəni çox çətindir. Çox çətindir və məncə bunu anlamaq əslində çox asandır. Yəni mütləq deyil əslində biz hər kəslə danışmaq, hər kəsə cavab vermək, hər kəsə hə demək, hər kəsi onaylamaq. Yəni sanki mən özümə hər şey üçün onaylanmalıyam. Yəni mən bunu bacarıram, mən bunu eləyirəm. Yəni biz hər şeyi bacarmaq məcburiyyətində deyilik. Yəni hər şey mükəmməl olması zorunluluğunda deyil. Yəni biz insanıq, robot deyilik. Biz nə bilim yəni ChatGPT deyilik. Yəni ChatGPT olmaq zorunda da deyiləm. Və ya məsələn kitab oxuyan insanlar var
Və bəzi insanlar kitabı şey üçün oxuyur, yəni çox şey öyrənim, çox şey bilim. Yəni kimsənin egosunu əzim də, yəni oturduq yerdə bu söhbəti açım, onu əzim bax, sən bilmirsən, amma mən oxumuşam, mən bilirəm bunu falan oxuyanlar çox cringe oluram. Niyə? Axı nə gərək var? Axı sən kimi öz sübut eləmək şeyindəsən. Niyə axı? Yəni nə üçün? Kimə? Yəni bir ömrün var. Bilinmir neçə il yaşayacaqsan və o yaşadığın ömürdə də kimə, yəni hə mən bildim sən bunu bilirsən ya da mən bilmədim bunu bilirsən. Bu nə qazanacaqsan, nə əldə edəcəksən? Axı yəni mən başa düşmürəm də. Həqiqətən mən bunu anlamıram. Məsələn mən kitab oxuyuram, amma kiməsə nəsə sübut eləmək üçün oxumuram. Hətta bəzi insanlar öz danışığını düzəltmək üçün kitab oxumağa başlayır, amma mən bu kitab oxumaq mövzusuna elə girməmişəm. Çox fərqli girmişəm və sevirəm. Oxumağı sevirəm. Bəlkə də məşhur əsər var ki, kitab oxuyucular arasından o kitabı hamı oxuyub, amma mən oxumamışam. Çünki bu məcburiyyət deyil. Mənim ürəyim nə vaxt istəsə, nə vaxt mən onu ürəyim istəsə, o zaman oxuyaram. Yəni toplumla eyni olmaq zorunluluğunda deyilik. Yəni, bu çoxmu çətindir? İndi də bilirsiniz nə mövzusu çıxıb. Bir də pingvin tək gedir belə ayrılıqda. Bu çoxdan olan bir şeydir. Bu niyə bu gündəmə düşür? Nəysə, onu qoyaq bir kənara. Mən toplumla getməyi çox da sevmirəm. Niyə? Yəni sanki belə olmalıdır. Sanki bizim beynimizə kodlaşdırıblar ki, yəni, bu belə olmalı, bu belə olmalı. Hamı belə gedir və sən də belə getməlisən və sənin ana atan da belə gedir və sən də bu yollarla getməlisən. Xeyr. Yəni artıq bu kütləvi bu kodlaşdırmadan çıxın zəhmət olmasa. Hər kəs öz həyatını yaşasın və hər kəsin öz seçimləri var. Yəni biri 19 yaşında evlənir, biri 32 yaşında evlənir və ikisi də fərqli xoşbəxt. Yəni o yolla xoşbəxt olursa, o yolla xoşbəxt olsun. Bəzən bəzi şeylər bizim əlimizdə olmaz. Yəni o yaşanar. Yəni əslində məsələn mən o ortamda olmaq istəmirəm. O insanlarla o an danışmaq istəmirəm. Amma o an danışmalıyam və olur keçir. Bu bizim əhval-ruhiyyəmizi ekstradan salır. Amma bu olmalıdır. Bəlkə də olmalıdır və bu yaşanmalıdır. Bunun üstündən gəlib keçməlisən də. Yəni o çətinliyi aşmalısan. O çətinlik də nədir? Məsələn, sən danışmaq istəmirsən, amma danışmalısan. Bu bir çətinlikdir və sən danışırsan və bitir. Və bütün əhval-ruhiyyən keyfin pozulur. Amma bu o demək deyil ki, yəni sən bütün ayı elə keçirəcəksən. Xeyr. Yəni hər gün pozitiv olmaq məcburiyyətində deyilik. Hər günümüzün də yaxşı keçməsinin məcburiyyətində də deyilik. Yəni zaten hər gün yaxşı keçsə bir anormallıq olar. Yəni mən elə fikirləşirəm. Ona görə də haçan ki modum olmayanda və haçan ki başıma pis bir hadisə gəlir, o gün özümə çoxlu təkrarlayıram ki, hər gün gözəl olmaq məcburiyyətində deyil. Məsələn, hər gün günəş mi çıxır? Xeyr. Bulut da olur, buludda hava da olur, yağış da yağır, külək də olur, tufan qopur. Bəzən də çox gözəl günəş çıxır. Bəzən bir yolda gedəndə, məsələn, yerdən bir çiçəyin çıxmağını görürsən. Çox gözəl bir çiçəkdir ki, çiçək açılır, məsələn. Bəzən də solmuş, palçıq bir yoldan keçirsən. Məsələn, günümüz də elədir. Əslində başımıza gələnlərlə, yəni təkcə sənin başına yox, çox insan başına gəlir. Yəni özümdən nümunə çəkirəm bu videoda. Və bunu nümunə çəkərək daha çox şey eləmək istəyirəm. Yəni bunu nümunə çəkirəm ki, qəti şəkildə, yəni buna görə canını, ürəyini sıxma. Zaten yəni həyat qarışıq bir şeydir. Çətini ilə, asanlığı ilə həqiqətən çox qarışıq bir şeydir. Və sən o dönəmdən keçməlisən. Onu yaşamalısan və sən ondan bir şey götürməlisən. Bəzən bir şey də götürmürsən. Məsələn, sən onu yaşırsan və bir şey götürmürsən, bir şey öyrənmirsən ondan. Amma yenə də o öyrənmədiyin bir şeydən də inan Allaha ondan da bir şey öyrənirsən. Ona görə də
Heç nədən təəssüflənməyin. Nəsə başınıza bir şey gəlirsə, yəni nəyəsə görə yəni təəssüflənməyin ki, niyə bu mənim başıma gəlir? Niyə təkcə sənin başına gəlmir? İnan ki, buna inan ki, təkcə o şeylər sənin tək başına gəlmir. Tək sən yaşamırsan o şeyləri. Hər kəs özünü çox xoşbəxt göstərir. Yəni okey, xoşbəxtlik var. Yəni amma bir də belə bir detay var ki, xoşbəxt olmağı bacarmaq var. Yəni mən məsələn hal-hazırda gülümsəyib özümü xoşbəxt göstərə bilərəm. Halbuki məsələn içimdə çox qırğınam və ya halsız hiss eləyirəm və ya hər hansısa bir hadisə olub onun fikrini çəkirəm. Amma mən özümü çox xoşbəxt göstərirəm. Amma bir də var ki, mən yenə özümü çox xoşbəxt göstərirəm. İçimdə bir fikir var, deyək qəlbim qırılıb, nə bilim hər hansısa bir nəyinsə dərdini çəkirəm. Amma bu fikirlərlə, bu çəkdiyim dərdlə, bu düşüncələrlə baş-başa qaldıqda bir yol tapıram. Yəni bu əslində bir yol olmasa da mənim fikrimcə yenə də bir yoldur. Necə bir yol? Bayaq dediyim kimi bu yaşanmalıdır, bu olmalıdır. Ona görə də sanki özümü daha biraz rahatlaşdırıram. Ona görə də bu nə deməkdir? Yəni problemlərlə də xoşbəxt olmaq. Yəni bu biraz da şeyə gedir. Kiçik şeylərlə xoşbəxt olmaq. Yəni məcbur. Yəni məcburidir. O an o şeyi yaşayacaqsan. Neysə qızlar. Videonu burada sonlandırıram. Çünki saat həm gecə olur. Həm də edəcək işlərim var, 1-2 iş ki, onları etsəm böyük ehtimal axşam 11 falan olacaq. Bu arada saat həqiqətən 9-dur. 20:59-dur. Normalda bu saata qədər yemək yeməliydim, yeyirdim də. Və deyəsən mən ac idim. Amma nədənsə biraz belə mudum düşdü. İştahım da qaçdı. Mən bu özümlə necə bacaracağım bilmirəm. Amma mən axı ac idim. İndi bildiyiniz sıfırdır da aclığım. Neysə. İştahım az da olsa gedib yemək yiyəcəm. Siz də yemək yeməyi unutmayın. Yemək xoşbəxtlikdir. 50-50-yə, neysə. Gələcək bölümlərdə görüşənədək. Hələlik.